Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axulediyani Kvebokardi bölgəsində işgüzar səfərdə olub. Nazir dövlət nümayəndəsi ilə birlikdə yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə görüşərək dövlətin vətəndaş bərabərliyi və inteqrasiyası siyasətinin prioritetləri, davam edən layihələr və gələcək planlar barədə məlumat verib. Tea Axulediyani həmçinin Marneolidəki Modus Peşə Kollecini ziyarət etdi. Təhsil infrastrukturu və proqramları ilə tanış oldu. Görüş peşəsinə yiyələnməzdən əvvəl Gürcü dili kursları keçən tələbələrlə keçirildi və dövlət dilini bilməyin gənclərin şəxsi və peşəkar inkişafı üçün vacib təməl olduğu qeyd edildi. Yerli hökumət nümayəndələri ilə görüş çox səmərəli keçdi. Gələcək planlarımızı müəyyənləşdirdik və mövcud ehtiyacları müzakirə etdik. Həm dövlət dilinin öyrənilməsi, həm də sosial-iqtisadi inteqrasiya üzrə dialoq imkanlarının inkişaf etdirilməsi baxımından bələdiyyə özünüidarə etməsinin dövlətin vətəndaş inteqrasiyası strategiyasının həyata keçirilməsində rolunun son dərəcədə böyük olduğu nəzərə almaqla bu cür görüşlərin əhəmiyyəti vurğulanır. Həmçinin seçdikləri peşə ilə yanaşı əsasən gənclərin dəstəklənməsi və yerli əmək bazarı üçün ixtisaslı kadrların hazırlanmasına töhfə verən Gürcü dilində danışmayan tələbələr də daxil olmaqla Modus Peşə Kollecinin tələbələri ilə görüşdü.